Куда ты идешь, Мурат? Парад. А ты, Джеленчик? Парад. Они все туда? Да, все на парад идут. Да. Да. А что, только сейчас началось, что ли? У нас должно было в час начаться. Evet, canlı geliyor. Başladı. Ha. Güya ki biz parada gəlmişik. Cəmaata baxın, nə qədər millət var burada. Heç o tərəfə baxa bilmədik. Parad gedir, amma baxan yoxdur çünki millətə şərait yaratmayıblar ki, millət baxsın rahat. Bu qədər millət var şəhərdə, amma heç kim parada baxa bilmir. Oy, hayf, lütfen evdə oturardıq, televizorda qəşəng baxardıq və özümüzə belə bir qayda qoymuşuq ki, bayramda çölə çıxmaq qəti olmaz. Çünki çıxanda baxın belə olur, dəlixana olur. Rahat nə gəzə bilirsən, nə baxa bilirsən, heç bir şey. Parada baxmamış. Parada baxmamış. Xətə bu kaktusa baxaq. Da. Bu da heç kaktus. Ты kaktus? Bu da kaktus məndən şanssızdır. Ay, parada baxa bilmədik. Heç kaktusa baxaq. Вот именно, dənizə baxaq. Ой, крокодил. Ой, Аллах, ой, ну где он настоящий? Он настоящий. Еще одному так идет. Смотри. Какие красивые, да. Ой, а на той стороне еще больше, смотри. Какие красивые. Как они близко летят. Смотри, какая они на воде. Угу. Это чайка. Капути уже в этой танцуют. Я еще... Я такие же прикольные. Я еще ловил. Я чайка. Я ежик. Nəhayət ki biz çıxdıq bulvar tərəfdən və gəlmişik Dargovaya. Burada da millət doludur. Güc bəla ilə peşxoddan çıxmışıq. Basa-bastı da millət o qədərdir ki, çıxmaq mümkün deyil. Axırı biz bir təhər çıxdıq və gəldik bulvar tərəfə. Biraz burada gəzək və sonra gedək bir yerdə oturaq, uşaqlarımızı yedizdirək. Əslində biz ac deyilik, evdən çıxanda yeyib çıxmışıq. Biz evdə yedik və sonra yoldaşım dedi ki, gəlin gedək şəhərə. Birdən də heç planda yox idi. Çünki özümüz bilirdik, belə vəziyyət belə olacaq. Amma nəsə çıxdıq da, yoldaşım dedi gedək. Biz də həmən dəqiqə yığışdıq və çıxdıq. Və necə düşünürdük? Həmən kartinka ilə görüşdük. Yəni eyni şey oldu da, millət çoxdur. Neyse biraz bulvar, Targovada gəzək və sonra hardasa oturaq, uşaqlarımızı yedizdirək. Mən əslində yemək istəmirəm, kokteyl içmək istəyirəm. Kokteyl içərəm, uşaqlar isə nə yeyərlər. Разве? Да. Да. Она отходит. Burada güclü söhbət gedir. Dava gedir, ər-arvad dalaşır. Bu qara ləkəli olan 100% bu ərdir. Ağ olan arvazdır. Dalaşırlar. Yəqin ki bu ağ nəsə elədi və ona görə qara onu danlayır. Deməli başda danlayır bunu. Hər şey yaxşı olacaq, dalaşmayın.
Bugün zəfər günüdür. Hamı barışmalıdır. Küsənlər barışmalıdır. Dalaşmayın. Все, qara küstü. Da, qara küstü. Nəsə olacaq. Ладно, все. Миритесь, миритесь. Не будем, да? Yoldaşımı itirdim Muratla birlikdə harasa getdilər. Biz Вот они, вот они. как называется, kошki. Pişiklərə baxana kimi itirdik kişilərimizi. Onlar yəqin ac olmuşdular. Gediblər yemək axtarmağa. Harda yemək var qəşəng. Biz isə razborkaya baxırdıq. Pişiyi razborkasına. Axırı nə ilə qutaracaq da dözə bilmədik. Çıxdıq, getdik. Da. Oy, nə qəşəng. İnşallah. Ekiplər burada. Necəli? İnşallah ki yaxşı olacaq. Da barışacaqlar. Oy, bu yolu sevirəm. Cavanlıqda Elnurla burada o qədər gəzirdik ki, Xaqanidə mənə Swarovski daşlardan olan saat almışdı. Yadımdadır ki, çox baha idi. Və burada almışdı mənə Xaqanidə. Hələ də o saat yaşayır. İnanırsınız neçə ildir? 15 ildir də. Даже 15 ildən biraz çox. O saat hələ də işləyir. Çox kачественный çıxmışdı. Nəhayət ki, biz gəlib çatmışıq evə və parada baxa bilmədik, amma evdə indi səliqəli, qəşəng, özümüzə balaca bir şirin stol açacağıq və oturub evdə rahatca parada baxa bilərik.